Hə, bax belə oyun sevən və əyləncə sevənlər. Hamınızı yenidən xoş gördünüz. TCG Kart Shop simülyasiya oyunu ilə Prologogi nə bilim, nəysə belə bir oyunla qarşınızdayım. Bu oyunu oynayaq, həzz alaq, keyf alaq, dadını çıxardaq. Başlayıram oyuna. Start game. Deyirəm, görək necə bir oyundur. Bizi belə bir dünya qarşılayır, belə bir yerdə gözümüz açırıq, yerdən bir xeyli məsafədə hündürdəyik. Deməli biz kart satışından məşğuluq. Belə bir məhəllədə, marketdə keçən supermarket məhəlləsini xatırladır bura. Nə deyir burada ingiliscə? Oxuyaq. I got my dear job to open my own card game story. This is time to get down to business. Deyir bu gün sən my card shop. Mənim kart mağazam. Bunu belə eləmirəm. Response kart dükanı. Response kart. Yox, necə eləyim? Zamatdan üstü çıxır. Bu nədir? Response kart. Kart shop. Response shop. Ən yaxşısı budur. Response shop. Belə qalsın. Response shop. Mağaza. Response'un mağaza. Response. Adını da düz yazdım. Dostlar, bu yerdə bir dənə bəyənmə göndərən videoya baxın. Qəşəng oyundur bu. İzləyin həqiqətən. Görərik indi qəşəngdir yox, qəşəng deyil. Ona qərar verərik. Amma həqiqətən bir dənə bəyənmə versəniz, bir dənə kanala abunə olsanız, bu mənim üçün çox böyük motivasiya olaraq geri qayıdar. Qəşəng NPC-lər var, karakterlər var. Mağazamın açılmasını gözləyir. Ay səni yərəm. Nə şirin daddısan belə. Bax. Oy. Oy, nə qəşəng şirin xanımsan belə. Ooo, qaqaşa bax. Mağazam bağlı olmasını şikayət edir. Bura bizim mağazadır və heç bir şey yoxdur satışda. İşıqları açdım. Bəs yaxşı, mən mağazanı açdım. Gəl, açdım. Open shop. Nə satacam burada? Tablet var mı? Tablet. Tablet var. Stokdan biz kart sifariş verək. 3 dənə alsın, gəlsin, səbətə vururam. Hamısını göz yumulu eləyəm, çünki bütün oyunlarda aşağı yuxarı eyni sistemdir. Al əlinə. Please. F-dən aç, yox. R-lə open edirik. Düzürük kasaya. Qal burada. Qiymətləndirək. Demək 1.67 Allah deyir ki 3.46 yaz. 3 nöqtəli yazıram mən. Yazdım. Mağaza açmışam, gəlin. Açıq deyil. Zibilin səsinə bax. Open. Yaşıl açıq deməkdir. Bu nə kartdır belə? Bir dənə baxaq görək nə kart satırıq biz. Qanunlar çərçivəsində satırıq, yoxsa öz başımıza. Kim verib bizə bu lisenziyanı? Kim verib bizə bu icazəni? Nə kartıdır bu belə? Oyun kartıdır yəqin ki. 32 ədəd kartda yeri var. Zibil kutusunu tərpədəmirəm orada. İlk şirin müştərim gəldi. Nə deyir? Ay xanım, siz yaman pislənirsiniz. Sizi mən necə təmizləyə bilərəm? Oy, baxışlarına bax ha. Bəri baxın gələm. Oy, qəşəng qızsan ha. Kartdan ödəyirsiniz.
Qonaq da ola bilərsiniz, ödəməyə də bilərsən xanım. 3.50. manat 50 köpük. 10.3'dən almış. Təşəkkür eləyirəm. Çox sağ olun bizi seçdiyiniz üçün. Zəhmət olmasa çimin və o qoxudan azad olun. Bu nədir? Siz nə qədər kart almışsınız? Ay bəy, ay qaqaş. Sizdən ağladı. Oya neynirəm ala, neynirəm, geri qaytarım onu. Geri qaytar. Mən sənə 70 dollar verməliyəm. Düzdür. Təşəkkür. Sizdə 3 dənə kart. Mən sizə 4.50 qaytarmalıyam. Geri gəl. Bu qədər. Təşəkkürlər. Buradan da ayrıldım mən. Yeni bir müştərim gəlir, xoş gəlir. 854 dollarım var. Və niyə də mən tabletimi açıb başqa bir kart sifariş verməyəm. Başım çıxmadı. Müştərilər gözləyir. Bir dənə təzə xanım var. 6.50 dollar. 50 sent. Gəl başlayın. Xanıma yol niyə vermədin? Eybi yoxdur, vermə. Buyurun gözəl xanım, sizi xoş gəlmişsiniz bizim bu gözəl restoran shop marketimizə. Nə alırsınız? Nə alırsınız? Kart alırsınız. Burada kartdan ödəniş sistemimiz də var, nəqd ödəniş də var. Nəqd ödəyirsiniz, 5 dollarınız da var. Təşəkkür eləyirəm, çox sağ olun. Bizim market sevib gəldiyiniz üçün təşəkkürlər. Gözəl xanım gəldi yenə, gəldi bizim marketin gözəli. Çinmisiniz, ətir saçırsınız, duxunuz, ətiriniz çox gözəldir, keçən həftə çinməmiş. Of, nə ay xanım? Of, tak, o. This wolf, good price. Bura nə? Bura depodur. Təşəkkür eləyirəm, bizim kartları bol alırsan. Mənim kartımı bol alsan, geçdik sadəcə 33 dollar, məmnuniyyətlə qaytararam. 10 dollar geri qaytarıram. 50. Təşəkkürlər, sağ olun. Ne oldu? İşte ne oldu? 8 dollar. Hamısı da 50 centten. Level 2 olmuşam. Bəs tabletdən yeni məhsul sifariş vermək istəsəm verə bilərəm. Gəlsin. Please. Zəhmət olmasa gəlsin. Kartımızı. Eyni kartda. Eyni kartda çox təəssüf eləyirəm. Gəl azlar gəlsin ora. Yeni gələn məhsuldan gətirim, yerləşdirim ora. Nə oldu ya o da ondan da? Qapıdan çıxa bilmirəm. 814 dollar var. Of, qəşəng pulumuz var. Ay xanım, siz xoş gəldiniz. Həmişə siz gələsiniz. Bizim marketin qapıları, pəncərələri. Ondan sonra
$1 artıq. 21 dollar. Eybi yox. Sizə xoş olsun, nuş olsun, aparın istifadə eləyin. Kartlar bilmirəm nə edirlər. 21 dollar. $10 50 sent. Gel. Sende $2. Getdin. Belə bir maraqlı oyundur. Xanım zigzag yaza gəlir. Yenə həmənki xanım. Ay ay ay. Ay ay, xoş gəlirsiniz. Buyurun, buyurun. Yeni bir xanım da gəlir bizim marketə. Ay sizi də xoş gəlirsiniz. Gəlin, gəlin. Qəşəng təzə kartlarımız gəlib. Hamısı təzədir. Zavodun iyisi kartlarda, iyisi hələ də kartlardadır. Buyurun. $3. Sağ olun. Yenə gözləyirəm. Başqa bir təzə xanım gəldilər. Ay sizi də xoş gəldin. Ay sən də xoş gəldin. $1. Sağ olun. Sizin nə qəşəng belə geyim tərziniz var. Qəşəng uyğunlaşdırmısınız. Həm də çox gözəl görsənirsən. Saçınıza geyimin uyğunlaşıb bir nəysə Namik. İşin başına keç, cəmaatla işin olmasın. Buyurun, buyurun, buyurun. Sağ olun. Buyurun. Qapı açıqdır. Bəsdir də. Xanımın yerişinə baxın. Nədənsə küsüb, kartda alıb aparır. Falan baxasınız ay xanım. Niyə belə qəmlisiniz? Sevgiliniz atıb, neyiniyib sizə, nə olub sizə belə? Bəs kartı niyə baxırsınız belə? Mən buradan niyə keçənmədim? Oyun mənə qadağan eləyib buradan keçməyi. Sağ olun, marketdə mən gözləyən var. Delivery, delivery. Chelsea Beatles Pizza Hot Rate. Pizza mağazası. Ay qaqaş, pislənirsən, sən girmə içəri. Səni mən necə geri qaytarım? Bu nə idi? Alma çıxdı. Xanım, səni xoş gəlmişsən bizim marketə. Hər zaman sənə alış-veriş eləmək gözləyirəm. Buyurun, təşəkkürlər. Xırda da gətirmişsiniz. Bəsdir də, Resprons, bəsdir də. Qızları incitmə. İncitmirəm ki, nə deyirəm, İşinlə məşğul ol. Müştəriləri $1 da artıq verdin. Sən maşından tuturam. 3 level olduq artıq. Artıq 3 level olduq. Yeni bir şey ala bilərəm tabletdən. Bir məhsul sifariş verim. Gəlsin. Yeni məhsul gəldi. Yerləşdirmək olmur. Təşəkkür eləyirəm sizə. Artıq gələn müştərinin olmayacağını zənn eləyirəm və marketi bağlayıram. Marketi bağladım. Günlük satışlarımız və alışlarımız ortaya çıxdı. Növbəti gün deyir. Növbəti gün demirəm. Videomu burada yekunlaşdırıram. İkinci günün ikinci videosu oldu bu. Təşəkkür eləyirəm izlədiyiniz üçün. Çox sağ olun. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Videomu bəyənin. Təşəkkürlər.